Belə bir konus sualının izahına baxaq. Belə ki, bizə şəkildə konusun və konusun açılışının şəkli verilir. Bu bizə konusun açılışının şəklidir və həcmi soruşulur. Burada biz bilirik ki, tam bucaq 360 dərəcə olduğundan biz 360 dərəcədən 144 dərəcəni çıxacaq. Ondan 4 çıxsam 6, burada qaldı 5. 5-dən 4 çıxsam 1, 3-dən də 1 çıxsam 216. Demək ki, bu bucaq bizdə 216-ya bərabərdir. 216 dərəcədir. Daha sonra belə bir düsturumuz var idi bizim. Xatırlayaq. Alfa bölünsün 360 dərəcə bərabərdir R bölünsün L. Burada R konusun radiusu, L isə doğranıdır. Hal-hazırda şəklə görə görürəm ki, bizdə doğranı neçəyə bərabərdir? 5-ə. Yerinə yazıb nəzərə alsaq, bucağımız da nə qədərdir? 216. 216 bölünsün 360 bərabərdir R bölünsün. Elimiz nə qədər oldu? 5. Sadələşmə aparsaq, 36-ya 216 36-ya bölsək 6 dəfə düşəcək. Burada da 10 dəfə düşəcək. Daha sonra bu 10 ilə də 5 getsə qalacaq 2. Çarpaz vursaq 2R bərabərdir 6-ya. R də bərabərdir 3-ə. Demək ki, bizim radiusumuz 3 oldu. Gəlin şəkil üzərində göstərək. Bu bizdə hündürlükdür. Bu da konusun radiusudur. Bura bizdə 3'dür. Və doğran da 5 olduğu üçün Pifaqor teoremindən əsasən artıq bura 4 olacaq. Demək ki, hündürlüyümüz nə qədər oldu? 4. Bizdən də konusun həcmini soruşur. Konusun həcm düsturunu yazaq. Deməli, V bərabərdir 3'də 1. S oturacaq vurulsun H. O da bərabərdir 3'də 1. Oturacağımız dairə olduğu üçün dairənin sahəsi nəyə bərabərdir? Pi r kvadratı. Düzdür. Radiusumuz 3 olduğu üçün artıq bu olacaq 9 pi. Yerinə qoyub nəzərə alaq. 9 pi. Hündürlüyümüz nə qədərdir? 4. Bunu da sadələşdirsək, bu 3 ilə 9 ixtisar gedəcək. Qalacaq burada 3. 3'ü də 4'ə vursaq eləyəcək 12 pi. Demək ki, bizim həcmimiz 12 pi olacaq.